Değerli yurtseverler, məlumat verdiğimiz kimi Tatar Qaraqoyunlu Qiyaslı İcması nümayəndə heyəti Zəfər günü və sabahki bayraq günü münasibətilə Zəngəzur bölgəmizi ziyarətə çıxıb, həmin ziyarət zamanı doğma yurdumuzu da, eləcə də doğma yurdumuzda şəhidlərimiz olan Fəxrəddin Piriyev və Etibar Cəfərovun məzarlarını da ziyarət edəcəklər. Hal-hazırda kəndin girişindəki şəhidlərimizin xatirə lövhəsi qarşısında ağac əkmə aksiyası keçiriləcək. İndi nümayəndə heyəti hal-hazırda həmin yerdədir və bu dəqiqələrdə ağac əkmə aksiyası başlanılır. Buradan doğma yurdumuzdan hər birinizi Zəfər günü münasibətilə təbrik edib, uğurlar diləyirik. Sağlıqlı olaq və uğurlarımız əbədi daimi olsun. Gün olsun ki, belə əlamətlər günlərimizi doğma yurtdan qeyd edək. Bir daha bayramınız mübarək və ağac əkmə aksiyasına nümayəndə heyəti başlayır. O bölüm baba sonra su içer. Bir de anekdot var ya. Kim bak. Okay. Değerli yurtseverler, ağac əkmə aksiyamız davam edir. Bu haqda sizə geniş məlumatlar verəcəyik. Ya Allah. Çok bu tarafa gelme, biraz ortaya taraf gel. Buyur müəllim. Gel götür şey. Değerli yurtseverler, bugün məlumunuz olduğu kimi en sevinçli günlerimizden demək olar ki biridir, əsasıdır. Yəni Zəfər günümüz münasibətilə 44 günlük məlum 44 günlük müharibənin nəticəsi olaraq 8-ci 11-ci ay 2020-ci il tarixdə Şuşanın alınması ilə əlaqədar və müharibənin qələbəmizlə başa necə deyirlər, tam olmasa da Şuşaya qədər irəliləyib qələbə günü kimi qeyd edirik. Bu ağac əkmə aksiyası Zəfər günümüzə həsr edilməklə bütün şəhidlərin əziz xatirəsinə həsr olunur. Və bugün Tatar Qaraqoyunlu Qiyaslı İcması nümayəndə heyəti Zəfər günü şərəfinə və şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi Zəngəzur bölgəsinin ziyarəti ilə Zəngilan və Qubadlı bölgələrimizi ziyarət edir. Qubadlıda Tatar Qaraqoyunlu Qiyaslı kəndinin şəhidlərin abidə qarşısında qeyd etdiyimiz kimi Zəfər gününün şərəfinə və şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş ağac əkmə aksiyası da keçirirlər. Tatar Qaraqoyunlu Qiyaslı kəndlərinin şəhidlərin Fəxrəddin Piriyev, Etibar Cəfərov, Sabir Paşayev, Niyaməddin Zülfəliyev, Cavid Cəfərov, Rauf Nəbiyev, Ramiz Abayev, Ceyhun Hüseynov. Bütün şəhidlərimizə həmçinin rəhmət diləyib, onların əziz xatirəsi şərəfinə bu ağac əkmə aksiyasını keçiririk. Var olsun Azərbaycanımız, var olsun Türkiyəmiz,
var olsun, əbədi olsun Türkiyə-Azərbaycan qardaşlığı, birliyi və eləcə də onun davamı olan bütün Türk dövlətlərin, Türk millətimizin dünyəvi birliyi. Ağac açma aksiyamız davam edir. Bu görsənən kənddə doğma yurtdur. Tatar, Qaraqoyunlu, Qiyaslı kəndlərinin giriş hissəsidir və birazdan ağac əkmə aksiyasından sonra gedib doğma yurduda həmçində şəhidlərimizin məzarlarını ziyarət edəcəyik. Ne orada var da? Bana su kalıp ha. Dəyərli yurtsevərlər, ağac açma aksiyamız yekunlaşır. Demək, Tatar, Qaraqoyunlu, Qiyaslı kəndlərinin şəhidlərinin 8 şəhidin burada xatirə lövhəsi qarşısında kəndin girəcəyində, kəndlərin girəcəyində ağac əkmə aksiyasını həyata keçirdi. Tatar, Qaraqoyunlu, Qiyası icmasının nümayəndə heyəti. Hər şəhidimizin adına bir ağac əkildi burada. İnşallah gələcəkdə, yəni buranı bir mini, necə deyirlər, kiçik park şəklinə salmaq planımızda var. Hələlik hər şəhidimizin adına bir ağac əkildi. Nümayəndə heyəti bu ağac əkmə aksiyasını həyata keçirdi. Və bir daha bu doğma yurtdan Zəfər günü münasibəti ilə hamınızı təbrik edirik icmamız adından və eləcə də sabahki bayraq günü münasibəti ilə bayraq gününüzdə mübarək olsun, mübarək gəlsin deyirik, uğurlar olsun. İndi nümayəndə heyəti, həm də ağac əkmə aksiyasını həyata keçirən nümayəndə heyətin üzvləri qısa da olsa bu aksiya haqqında, Zəfər günü haqqında bir kəlmə desinlər. Elşən bəy. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı aldılar, bu anı bizə yaşatdılar. Nazim bəy. Bugün əlamətlər bir gündür. Bu əlamətlər günü münasibətinə, bayram günü münasibətinə, Zəfər günü münasibətinə xalqımızı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun, qazilərimiz də Allah canı sağ eləsin. Xaqani bəy. Allah şəhidlərimizə rəhmət eləsin. Bugün bütün xalqımızı təbrik edirəm. Bu zəfər günü münasibəti ilə. Zavur bəy. Birinci hamınızı salamlayıram. Allah sizlər var eləsin. Bayramımız da, Zəfər bayramımız mübarək olsun. Mən fəxr edirəm ki, həm sizlərlə, həm də ki, özümdə qurur. Mən buradayam, mən sizinlənəm. Mən burada bu aksiyada iştirak edirəm. Çox sağ olun. Kamal bəy. Ben de xalqımızı Zəfər bayramı münasibətilə təbrik edirəm, ordumuzu təbrik edirəm. Ulu tarixdən şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlığı arz edirəm. Bir daha bayramlar mübarək olsun. Horus bəy. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhid analarına, şəhid valideynlərinə, şəhidin qardaş bacılarına səbir diləyirəm. Bu millətlə fəxr edirəm. Bir daha bayramımız mübarək. Dilavər bəy. Ben bir şəhid kardeş kimi bütün burada iştirak edən, aksiyada iştirak edenler her bir kardeşime minnettarım. Allah elimizde, obamıza, o günün nə və nəticələrimizə qismət eləsin. Bu şəhidlərimizi ömür boyu yaddan çıxartmasınlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölməz, Zəfər ölməz. Mən də bir daha Zəfər günü münasibətilə icmamız adından eləcə də nümayəndə heyət adından təbriklə qoşuluram. Edilən təbriklərə və şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı, Vətən müharibəsi iştirakçılarına uğurlar diləyirik. Bir daha Azərbaycanımız var olsun. Bu birlik, yəni hakimiyyətin, necə deyərlər, ordunun, xalqın
və eləcə də bütün ictimai demək olar ki, bütün ictimai siyasi təşkilatların birliyi sayəsində 44 günlük ərzində belə bir sevincli əlamətlər gün əldə elədik, necə deyərlər. Yəni, işğal olunmuş torpaqlarımızı azad elədik. Bugün nümayəndə heyətinin üzvləri qeyd etdiyi kimi çox sevincli bir günümüzdür ki, doğma yurtdan gəlib biz belə bir əlamətlər günü icmamız adından təbrik edirik. Çox xalqımızı, ordumuzu, Ali Baş Komandanın necə deyirlər, o qətiyyətli bir qərarı sayəsində 44 günlük müharibədə belə bir zəfər qazanılır. Qeyd etdiyimiz kimi, bugünkü ağac əkmə aksiyamız doğma yurtdan olan Tatar Qaraqoyunlu Qiyaslı kəndlərinin 8 şəhidi olan Fəxrəddin, Etibar, Sabir, Niyaməddin, Cavid, Rauf, Ramiz, Ceyhunun timsalında bütün şəhidlərimizin əziz xatirəsinə və eləcə də zəfər günümüz şərəfinə, həm də sabahki bayraq günümüz şərəfinə bu aksiyanı biz həyata keçirdik, planlaşdırmışdıq və bugün də həyata keçirdik. Bir daha dövlətimiz var olsun, Azərbaycanımız var olsun, eləcə də bütün türk qardaşlarımız, hansı ki bizə 44 günlük müharibədə həmrəy olan, sözümüzü deyən, necə deyirlər, arxa duran hər bir dövlətə, hər bir necə deyirlər, şəxs də olsa ona təşəkkür edirik icmamız adından. Bir daha zəfər günümüz mübarək olsun. Uğurlarımızın çoxu hələ qabaqdadır, tarixi haqlarımızı qaytarmaq üçün və inanırıq ki, belə bir 44 günlük müharibə zamanı göstərdiyimiz birlik sayəsində bu birlik davam edəcək və belə birliyin sayəsində tarixi haqlarımızı da geri qaytarmış olacaq. Bir daha Azərbaycanımız var olsun, var olsun Azərbaycan-Türkiyə birliyi, Türkiyə qardaşlığı və eləcə də bütün, necə deyirlər, xalqımız, bütün o birliyi nümayiş etdirən hər bir kəsə və quruma təşəkkür edirik. Həmçinin bizə bu dəstək göstərdiyi, bu aksiyanı həyata keçirmək üçün göstərdikləri dəstəyə görə müvafiq qurumlara da təşəkkürümüzü bildiririk. Var olun, bir daha zəfər günümüz var olsun, uğurlu olsun, davamlı olsun, mübarək olsun. Sağ olun. Sağ olun. Sağ olun. Bu maşın gəldi, şu maşın gəldi yerdə. Allah Tatar Qaraqoyunlu Qiyaslı icması 8 noyabr 2025-ci il. Dəyərli yurtsevərlər, indi nümayəndə heyəti doğma yurtdan olan şəhidlərimizin ziyarətinə gəliblər. İndi şəhidimizin məzarı üstündəki bayraqlar dəyişildi, yeniləndi. İndi birazdan ziyarətimizi davam etdirəcəyik. Nümayəndə heyətimiz hal-hazırda şəhidimiz Etibar Cəfərovun məzarı qarşısındadır. İndi nümayəndə heyəti məzara güllər qoyurlar məzar üzərinə. Nümayəndə heyətimiz doğma yurtdan olan şəhidimiz Etibar Cəfərovun məzarı qarşısında indi onu ziyarət elədilər. Yad edirik. Onun və digər şəhidimiz indi birazdan onu da ziyarət edəcək. Fəxrəddin Piriyevin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və qeyd etdiyimiz kimi Tatar Qaraqoyunlu Qiyaslı icmasının nümayəndə heyəti zəfər günü və
Bayraq günü şərəflərinə, eləcə də şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi Zəngəzur bölgəmizin ziyarət səfərin, tədbirin davam elətdirir. Nümayəndə heyəti indi məzar üzərindədir. Bir daha bir kəlmə də olsa öz xatirələrin, öz təəssüratlarını bölüşsünlər. Oruç bəy buyurun. Şəhidimizə Allah rəhmət eləsin. Şəhidimizin timsalda bütün şəhidlərə Allah rəhmət eləsin. Ailələrə can sağlığı versin, yaxınlarına səbir versin. Zavur bəy. Bayramımız mübarək olsun. Şəhidlər ölmür. Şəhidlər həmişə başımızın üstün tacıdır. Heç vaxt unutmayacağıq. Mümkün deyil onları unutmaq. Şəhidlər ölməz, vətən bölünməz. Nazım bəy. Allah şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərimizə Erşən bəy. Xəqani bəy. Allah etibara rəhmət eləsin. Bütün şəhidlərin də timsalı, bütün şəhidlərimizə Allah rəhmət eləsin. Kamal bəy. Mən də itibar timsalında bütün şəhidlərimizə rəhmət edirəm. Allah təala rəhmət eləsin. Yerdə qalanlara can sağlığı. Şəhidimizin qardaşı Dilavər bəy. Tədbirlər. Allah təala bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bütün şəhidləri yad eləyənlərə Allah var eləsin. Çox sağ olun. Bəli, deyildiyi kimi bütün şəhidlərimizə Allahdan rəhmət edirik, qazilərimizə can sağlığı, eləcə də Vətən müharibəsi iştirakçılarımıza sağlıq və uğurlar diliyirik. Qeyd etdiyimiz kimi Tatar Qaraqoyunlu Qiyaslı İcmasının nümayəndə heyətinin Zəfər günü və eləcə də Bayraq günü münasibətilə Zəfər günü və Bayraq günü şərəfinə, eləcə də şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi tədbir doğma yurtda şəhidlərimizin məzarı ziyarət etməklə davam edir. İndi Etibar Zəfərovun məzarını ziyarət etdikdən sonra aşağıda, biraz aşağıda digər şəhidimiz Fəxrəddin Piriyevin məzarında ziyarət edib tədbirimizi davam etdirəcəyik. Bir daha şəhidlərimizin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət edirik. Zəfər gününüz uğurlu olsun. Sabahki bayraq bayramınız mübarək olsun. Uğurlarımız əbədi olsun. Sevinclərimiz əbədi olsun və doğma yurtda belə tədbirlərimizi keçirə bilək. Dəyərli yurtsevərlər, indi növbəti doğma yurtdan olan şəhidimiz Fəxrəddin Piriyevin məzarı üzərində nümayəndə heyəti indi gülləri məzar üzərinə qoyurlar. Qeyd etdiyimiz kimi Zəfər günü və Bayraq bayramı günlərinə həsr edilmiş, eləcə də şərəfinə və şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş ziyarət tədbirimiz davam edir. Şəhidimiz Fəxrəddin Piriyevin məzarı üzərində nümayəndə heyətidir. İndi bir-iki kəlmə də onun haqqında və eləcə də tədbirimiz haqqında təəssüratlarını nümayəndə heyətimiz bildirsin. Kamal bəy buyurun. Mən də Fəxrəddin qardaşıma Allah təaladan rəhmət edirəm. Fəxrəddin qardaşımın timsalında bütün şəhidlərimizə rəhmət edirəm. Zahir bəy. Allah rəhmət eləsin Fəxrəddin qardaşımıza. Başımızın tacıdır. Oruç bəy. Allah rəhmət eləsin Fəxrəddin qardaşımıza, yeri cənnətli olsun. Nazım bəy. Allah rəhmət eləsin. Bütün şəhidlərimizə, Fəxrəddin qardaşımızın timsalına. Xəqani bəy. Allah rəhmət eləsin bütün şəhidlərimizə və həmçinin Fəxrəddin qardaşımıza. Dilavər bəy. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Fəxrəddin qardaşımıza da Allah rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Erşən bəy. Rəhmət eləsin. Allah rəhmət eləsin. Bütün şəhidlərimizə qeyd edildiyi kimi və ziyarət tədbirimiz davam edir. Bir daha qeyd etmək istəyirik ki, belə bir gündə Zəfər günü və Bayraq bayramı günləri şərəfinə, eləcə də şəhidlərimizin əziz xatirəsinə həsr etdiyimiz Tatar Qaraqoyunlu Qiyaslı İcmasının ziyarət tədbiridir.
və bu tədbirimiz də uğurla davam edir. Qeyd etdiyimiz kimi kəndin giriş hissəsində olan şəhidlərimizin xatirə lövhəsi qarşısında ağac əkmə aksiyamızı yekunlaşdırdıq. İndi şəhidlərimizi ziyarət edirik və bu doğma yurtdan Tatar Qaraqoyunlu Qiyaslı kəndlərinin 8 şəhidi olub. 1-ci, 2-ci Qarabağ müharibəsi zamanı və o 8 şəhidin ilkin olaraq hər şəhidin adına bir ağac o lövhənin ətrafında əkildi. İndi doğma yurtda məzarları olan Fəxrəddin Piriyev və Etibar Cəfərovun da məzarlarını ziyarət edirik. Və ziyarət tədbirimiz davam edəcək. Zəngəzur bölgəsində növbəti indi biz Zəngilan rayonunda da gedib ziyarətimizi davam etdirəcəyik. Bir daha Zəfər günü ilə əlaqədar bütün icmamız adından xalqımızı, eləcə də doğma yurtdan olanlarımızı, Ali Baş Komandan başda olmaqla bu əlamətlər günü, sevincli günü bizlərə bəxş edənlərin hamısına icmamız adından təşəkkür edirik. Azərbaycanımız var olsun, Azərbaycan-Türkiyə qardaşlığı əbədi olsun, uğurlarımız, sevinclərimiz əbədi olsun. Bir daha Zəfər gününüz mübarək, sabahki Bayraq Bayramı gününüz mübarək. Var olsun Azərbaycan, var olsun Azərbaycan, var olsun Azərbaycan-Türkiyə birliyi. Və bu birliyin sayəsində belə əlamətlər günlərimiz, sevincli günlərimiz çox olsun. Amin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Var olsun. Var olun. Tatar Qaraqoyunlu Qiyaslı icması 8 noyabr 2025-ci il.